Bugün sizə 4D ultrasəs barədə yayılmış miflər haqqında danışacağam. Gəlin bu mifləri birlikdə aydınlaşdıraq. Daha çox hamilə xanımlar arasında yayılmış belə bir mif var ki, 4D ultrasəs müayinəsi hər şeyi göstərir. Yəni bütün xəstəlikləri göstərir. Bu tamamilə yanlışdır. Qeyd edim ki, ultrasəs müayinəsi ilə bütün xəstəliklər 100% müəyyən etmək olmur və bütün xəstəliklər əsasən ultrasəs müayinəsində adi 2D ultrasəs müayinəsi ilə təyin olunur. 4D ultrasəs müayinəsi isə yardımçı vasitə kimi bizə kömək etmiş olur. Sonra belə bir fikir var ki, 4D ultrasəs müayinəsi daha çox uşağa ziyan vurmuş olur. Uşaq dedikdə dölə. Bu da tamamilə yanlışdır. Çünki 4D ultrasəs müayinəsində istifadə olunan ultrasəs dalğaları 2D ultrasəs müayinəsində istifadə olunan dalğalardır. Sadəcə 4D ultrasəs müayinəsində görüntü emal olunur. Görüntü fərqli olduğu üçün insanlar belə düşünür ki, 4D ultrasəs müayinəsi dölə ziyan vurur. Belə bir şey yoxdur. Sonra belə bir mif var ki, 4D ultrasəs müayinəsini hər hamilə etməlidir. Bu da tibbi baxımdan zəruri deyil. Hər kəs mütləq 4D ultrasəs müayinəsindən keçmək məcburiyyətində deyil. Bütün dediyim kimi 2D ultrasəs müayinəsi kifayət edir hamiləliyə baxmağa. 4D yenə də bizə yardım edir sadəcə. Bir də ən sonda belə bir fikir var ki, 4D ultrasəs müayinəsi cinsiyyəti dəqiq göstərir. Bu da tamamilə yanlışdır. 2D ultrasəs müayinə vasitəsilə biz cinsiyyəti görürük. Onlar bizə yardım edirlər. Yəni sırf Dopplerlə və yaxud da 4D ultrasəs müayinə vasitəsilə cinsiyyət baxılmaz. Dediklərimi toparlasaq, belə nəticəyə gəlirik ki, 4D ultrasəs müayinəsi emosional baxımdan əhəmiyyət kəsb edir. 4D ultrasəs müayinəsi vasitəsilə gələcək valideynlər öz uşaqlarının mimiklərini, hərəkətlərini, cizgilərini daha aydın görmüş olurlar. Amma tibbi baxımdan diaqnozu dəqiqləşdirmək yenə də 2D ultrasəs müayinəsinin üzərinə düşür.